arzular bitməz, tükənməzdir. Mən də qürur hissi keçirirəm ki, mənim belə valideynlərim var, belə atam, belə anam var. Təbii ki, həyatda insanın formalaşması üçün neçə mühüm faktor var, amil var. Onlardan biri də ailə tərbiyəsidir. Atanın, ananın övlada verəcəyi istiqamətdir. Uşaqlığımdan elə ilk ruhani təhsilimi atamdan almışam və bu günə gəlib çıxmağımda elə atamın, anamın o xeyir duasıdır. Və bu gün də mən bura gəlməkdə 40 yaş deyərlər kamillik rəmzidir. İrfanda bir koddur. Bu ömrümün bu kamillik rəmzi olan bu yaşımda bir daha gəldim ki, dəyərli, möhtərəm valideynlərimdən Allah səndən razı olsun kəlməsini alam.